Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxış deyəndə rezinkanın toxunmasını istəyirəm göstərim. Belə 2 qat rezinkadır bu. Sapım da 100 qramlıq 350 metrəlik sapdır. Bunu nəyə istəsəz toxuya bilərsiniz. Papağın rezinka hissəsinə, şəketin, jiletin, nəyə istəsəz toxuya bilərsiniz. Bu formada belə dartınan bir rezinkadır. Bunun üçün indi belə bir sapımı götürürəm, qısa formada yığacağım milimin üstünə. İlməkləri cüt, tək fərq eləmir. Neçə istəsəz yığa bilərsiniz. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 ilmək yığıram, bəs eləyir toxunmaq üçün. Düyün attım buradan. Bu artıqsa bu da kesirəm. Buradan maneçilik eləməsin. İndi bunu rezinkanı toxumağa buradan başlayıram. Birinci tərs ilməkdən. Tərsi toxudum. Bir ilməyi götürürəm. Yenə bir tərs toxudum. Bir ilmək götürürəm. Bir tərs toxudum. Bir ilməni götürdüm. İlməni götürəndə sapı pis tərəfə keçirdirəm ki, toxuyanda ikinci, üçüncü sıraları düz, bu ilmək düz alınacaq. Götürdüyümüz ilmək düz alınır. Tərs, birin götürdüm. Bir tərs. Bunu da tərs toxudum kənardakini. İndi bu yüzden bu birinci ilməni götürürəm, toxumuram. Bu o tərəfdən götürdüyüm ilməkdir. O birisi tərəfdən götürdüyüm ilməyi bu yüzden tərs toxuyuram. O yüzden tərs toxuduğum ilmək bu yüzden düz alınır. Bunu götürürəm, toxumuram düz ilməni. Tərsi toxuyuram. Yəni bir düzü götürürəm, tərsi toxuyuram. Yenə düzü götürdüm, tərsi toxudum. Axıra qədər formada toxuyuram. Düzü götürdüm, tərsi toxudum. Bu da kənardadır, düz burada da toxudum. İndi bunu biraz toxuyandan sonra bilinir ki, rezinka necə toxunub. Yəni birinci ilməni yenə toxumuram, götürürəm. Bu düz ilməklər bu yüzden görünür. Bu düz ilməkləri götürürəm. Bu tərsi toxuyuram. Yenə düzü götürürəm, tərsi toxuyuram. Yenə düzü götürdüm, tərsi toxudum. Kənarı da toxudum. Bir sırada toxuyum. Artıq belə bilinir naxış. Birinci ilməni götürürəm, tərsi. Bu düzü də götürdüm, toxumadım. Düzləri götürürəm, hər iki üzdən. Düzü götürdüm, tərsi toxudum. Düzü götürdüm, tərsi toxudum. Yenə düzü götürdüm, tərsi toxudum. Bu kənardakı ilməni də toxudum.
formada. Biraz toxuyandan sonra görünür. Bura düz üzüdür. Bu üz tərs üzüdür. Formada. Çox toxumağın mənası yoxdur. Eyni şeydir. Toxuduqdan sonra bilinir ki, belə bir rezinka alınır. Formada. Sağ olun. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.